Məktəblilər arasında böyük qayıdışa həsr olunan Zəfər şahmat turniri keçirilib. Turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib. Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin açılış mərasimində diqqətə çatdırılıb ki, vaxtilə Qarabağ və Şərqi Zəngəzurda şahmat məktəbləri mövcud olub. Həmin məktəblər işğal dövründə də ölkənin müxtəlif yerlərində fəaliyyətini davam etdirib. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqlar, yeniyetmələr və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanların yaradılması da önəmli yer tutur. 7 turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib. Onlara diplomlar təqdim olunub. Turnirin bütün iştirakçılarına isə sertifikatlar verilib. Beynəlxalq qrossmeyster Zeynəb Məmmədiyarova qaliblərə ustad dərsi keçib.